Azərbaycan Texniki Universitetin İdman Sarayında Beynəlxalq Real Aikido Federasiyasının və Azərbaycan Real Aikido İdman Klubunun təşkilatçılığı ilə Real Aikido özünü müdafiə sənəti üzrə 12-ci beynəlxalq seminar və kəmər imtahanı həyata keçirilib. Böyük marağa səbəb olan tədbirdə fəaliyyətdə olan 13 fərqli klubdan 300-ə yaxın idmançı iştirak edib. Seminar çərçivəsində gərgin sınaqlardan keçən 200 idmançı növbəti kəmər dərəcələrinə imtahan verib. Sonda ən yüksək nəticə göstərən ustalar fərqləniblər. Belə ki, 3 nəfər 1-ci dan, 4 nəfər 2-ci dan və 1 nəfər 4-cü dan qara kəmər ustası dərəcəsinə layiq görülüb. Mötəbər tədbirdə Beynəlxalq Real Aikido Federasiyasının prezidenti 7-ci dan qara kəmər ustası İqor Petroviç, həmçinin Qazaxıstan Real Aikido Assosiasiyasının prezidenti və tələbələri də iştirak ediblər. Real Aikido idman növünün real həyatda özünü müdafiə xarakteri daşıması tədbirə hüquq mühafizə orqanlarının da marağını artırıb. Belə ki, seminarda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları da fəal iştirak ediblər. İdmançılarımız iştirak edir bu tədbirdə yüksək səviyyədə və hal-hazırda 300-ə yaxın idmançı bu tədbirdədir. Onlardan 200-ü deməli kəmər dərəcələrinə imtahan verir, qalanları isə seminar və təcrübə iştirakçıları arasında bölünürlər və hal-hazırda bugünkü tədbirdə ağ kəmərdən 4-cü dan qara kəmərə qədər imtahan gözlənilir və yaxşı hazırlaşıblar idmançılarımız. Hər il Azərbaycan Dünya Federasiyasının belə deyək təsdiqi ilə birinci olduğunu isbat edir. Bu ildə çalışacağıq ki, yəni bugün çalışacağıq ki, Azərbaycan 9-cu dəfə dünyada birinci olsun.